Salam uşaqlar, necəsiz? Bu gün mən sizə 2-ci sinif KSG-dən, yəni kiçik summativ qiymətləndirmədən bir belə deyək, mətn izahı, sual izahını verəcəm. Bu tip suallar həmişə sizin qarşınıza çıxacaq. Kiçik bir mətni verirlər və onun içərisindən suallar verirlər. Sizin burada diqqət etməli olduğunuz tək şey mətni diqqətlicə oxumaq, hər bir deməli cümləni anlamaqdır ki, suallara doğru cavab verə biləsiniz. Bunlar hər biri test formasındadır. Sadəcə olaraq mən açıq suallar formasında yazmışam və mətni yazmışam ki, sadəcə izah edim, siz onu başa düşəsiniz deyə. Deməli belə. Əvvəlcə biz nə edirik? Dedim axı, ilk işimiz mətni dəqiq oxumaqdır. Çalışqan qız adlı bir mətn verilib. Bir gün Səidə anası ilə bağçaya getdi. Onlar çiçəklərə su verdilər. Səidə torpağı yumşaltdı və yeni güllər əkdi. Günün sonunda bağ çox gözəl görünürdü. Anası Səidəyə təşəkkür etdi. Deməli, əvvəlcə mətni anlamaq lazımdır dedim axı. Başa düşürük görək. Deməli, Səidə anası ilə bağa gedir, torpağı yumşaldır, orada çiçəklər əkir və s. Bütün bu çalışqanlıqlarının sonunda suallar meydana gəlir. Suallardan biri budur. Səidə anası ilə hara getdi? Səidə anası ilə hara getdi uşaqlar? Bir gün Səidə anası ilə. Baxın, artıq anası ilə cümləsi, sözü, söz birləşməsi deyək, burada özünü göstərdi. Anası ilə birlikdə hara getdi? Bağçaya getdi. Bir dənə buradan bağça sözünü çıxardıblar. Deməli, biz nə edirik? Bağçaya gedib. Bağçaya getdi. İkinci, artıq birinci cümləmiz bitdi. İkinci cümlə. Onlar bağçada nə əkdilər? Və yaxud da bağçada nə əkdilər? Baxırıq, Səidə torpağı yumşaltdı, yeni güllər əkdi. Əkdi sözünü görürsünüz. Tez buradan əkdi sözü. Nə əkdi? Gül əkdi. Deməli yazırıq gül. Güllər əkib. Onlar bağçada nə etdi? Yəni Səidə ilə anası bağçada nə edib? Onlar çiçəklərə su verdilər. Bağçaya girirlər, çiçəklərə su verirlər. Variantlardan müxtəlif cavab ola bilər. Məsəl üçün, bağçada nə ediblər? Torpağı yumşaldıb, çiçəyə su verib. Bunlar hər biri deyək ki, çiçəyə su verdi. Çiçəklərə su verdilər. Onlar çiçəklərə su verirlər. Daha sonra dördüncü sualımızda deyir ki, torpağı kim yumşaltdı? Baxırıq, Səidə torpağı yumşaltdı. Kim yumşaldıb? Səidə nəyi? Torpağı nə edib? Yumşaldıb torpağı. Deməli, Səidə elədiyinə görə biz buradan Səidəni qeyd edirik. Səidə, məsəl üçün, torpağı yumşaltdı. Burada digər sual ola bilər ki, anası Səidəyə nə üçün təşəkkür etdi? Səidə anasına kömək etdiyinə görə. Bu artıq tamamilə sizin diqqətinizə qalıb. Bu cür mətnləri verildiyi zaman onları cümlə-cümlə oxuyursunuz və bir-biri ilə əlaqələndirirsiniz. Bu qədər.